Axşamınız xeyir, hörmətli xanımlar və cənablar. Azərbaycanın xalq artisti, şöhrət və şərəf ordenli, bəstəkar professor Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr olunmuş konsertə başlayır. Çıxışı üçün səhnəyə akademik Rafael Hüseynov dəvət olunur. Əziz Tofiq müəllim, hörmətli dostlar, xanımlar və cənablar. Bugün istisnasız olarak siz hamınız tarix adamlarsınız, çünkü tarihi bir günün içerisindesiniz. Azərbaycanın bütün bəstəçilik tarixində ilk dəfədir ki, 95 yaşlı bir Azərbaycan bəstəkarının yuvarlaq il dönümü onun öz iştirakı ilə qeyd olunur. Siz də bu bayramın şahidlərisiniz və ona görə də tarixi adamlara çevrilirsiniz. Tofiq Bakıxanov adından əvvəl soyadından başlanır. Milləti millət edən ən vacib təməl kərkişlər sırasında şərəfli nəsillərdir, qüdrətli sülalələrdir. Nəsillər olmasa, tarixin dərinlərinə işlənən kəcərələr olmasa, millət millət olmaz, millət böyük olmaz. Və Bakıxanovlar Azərbaycanın tarixində çox şərəfli iz qoymuş böyük insanlar nəslidir. Bu nəsildən generallar da çıxıb, bu nəsildən ədiblər də çıxıb, bu nəsildən həkimlər də çıxıb, musiqiçilər də çıxıb. Sadə peşə insanlar da çox olub bu nəsildən çıxanlar. Ancaq bu nəslin varlığına, mahiyyətinə xas olan bir xüsusiyyət var ki, onlar hansı məqamda olmasından asılı olmayaraq, hansı peşənin ardınca getmələrindən asılı olmayaraq, həmişə bu millətə sədaqətlə xidmət ediblər, bu millətin ucalışları yolunda can qoyublar. Abbasqulu Bakıxanov Azərbaycanın son böyük ensiklopedik zəka sahibidir. O, elmin ən müxtəlif sahələrində böyük əsərlər yadigar qoyub bu millətə. Özünün qələmə aldığı bir tərcümə halı var. Orada yazır ki, mən 7 yaşından oxumağa başladım və yoluma başlayandan da çalışdım ki, elə öyrənim, elə çalışım, elə işlər görüm ki, nəslimə də, millətimə də uzaqlığa gəlirsin. Və ömrünün artıq müəyyən bir mərhələsində çatmışdı tərcüməyə halını yazanda. Arkada onun sıra-sıra cilt-cilt kitabları vardı və deyir, mən bu qədər təcrübələri keçəndən sonra, bu qədər əsərləri oxuyandan və yazandan sonra cəhalətin azaldı. Təvazökarlığın həddinə baxın, bu qədər işləri göründən sonra mənim nadanlığım azaldı deyildi. Və bu cür insanlar Bakıxanovlar nəslini başdan başa bəzəməkdədir. Və Tofiq Bakıxanov da o ənənədən, o yoldan, o dərslərdən dünyaya gəlmiş bir insandır. Tofiq Bakıxanovun atası Əhmədxan Bakıxanov Xazin, Azərbaycanın Farabidən Zubayana 1000 illik tarix içərisində sıra-sıra tarixlənləri olub. Əhməd Bakıxanov da onlardan biri və onun heç ən yaxşı çaldığı vaxtlarda, sağlam olduğu, cavan olduğu vaxtlardakı çağırdıqları da heç bilə gəlib çağırmıyor. Onun əsl tarixsənliyi haqqında da qiymət verməyə mükəlləmdir. Ömrünün son parçasında artıq ixtiyar vaxtlarında, gücünün də nisbətən azaldığı vaxtlarda sadəcə bilginin göstəricisi olan bir necə çalğısı var. Ancaq o, Azərbaycanın tarixində bir ustad kimi qaldı. Ona Əhmədxan müəllim demirdilər, ona Əhmədxan yoldaş demirdilər, yoldaş Bakıxanov demirdilər o dövrün ənənələrinə görə. Sadəcə bir kəlmə ilə müraciət edirdilər, müəllim. Musiqiçilər 1940, 50, 60-cı illərdə müəllim deyəndə hər kəs anlayırdı ki, söhbət Əhmədxan Bakıxanovla gedir və Azərbaycanın xalq musiqisi sahəsində çalışan böyük musiqiçilər dəstəsinin yetişməsində Əhmədxan Bakıxanovun müstəsna xidmətləri var. Və bu nəsildən tək Əhmədxan deyil ki, bu nəsildən Məmmədxan da yetişib, bu nəslin içərisindən Məmmədxan da yetişib, bu nəslin içərisindən Tələb Bakıxanov da yetişib. Bu Bakıxanovlar sülaləsi özü Azərbaycanın musiqi sallanmasında çox işıqlı bir istiqamətdir. Və Əhmədxan Bakıxanov bu müəllim adına bütün ömrü boyu sədaqətlə xidmət elədi və təbii ki, başqalarına dərs verirdisə, yol göstərirdisə, öyrədirdisə, ən böyük məktəb həm də evinin içərisində idi, öz balalarından başlamalıydı və Üzeyir Hacıbəyevlər qonşu idi, məsləkdaş idilər, əqidədaş idilər. 20-ci illərdə, 30-cu illərdə Azərbaycan
muğamının, Azərbaycan musiqisinin saflığını qorumaq yolundakı mübarizələrdə onlar çiyin-çiyinə idilər, əl-ələ idilər və o dövrlər əsla sadə dövrlər deyildi. Muğamın bir şöbəsini qorumaq, muğamın bütövlükdə özünü qorumaq, milli dəyəri hifz eləmək, sosialist dövlətinin, Sovet xalqının yarandığı milli xüsusiyyətlərin bir-birində əriyib itməsinin bir dövlət siyasəti olduğu zamanlarda rahat bir məsələ deyildi. Bunun üstündə insana cəza da verə bilərlər. Əhmədxan Başkanovun həbsə atıldığı da olmuşdu və Üzeyir bəyin xeyirxah köməkləri olmasaydı, Allah bilir bu işin axırı necə olacaqdı. Azərbaycanda xalq çalğı alətləri ansambl anlayışının müasir, zövqlü bir şəkildə qurulmasının banisi də Əhmədxan Başkanovdur. Onun yaratdığı xalq çalğı alətləri ansamblı bugünə qədər ayaqdadır və ən vacibi Əhmədxan Başkanovun bir dərsi yaşamışdır. Əhmədxan Başkanov uşaqlıq illərində, yeniyetməlik vaxtlarında İranda olmuşdur. İran musiqisinin təsiri ilə böyümüşdü əslində, orada öyrənmişdi bir çox şeyləri. Amma heyrətli bir özünə məxsusluqla Əhmədxan gəldi və heç vaxt onun çalğısında nə ərəb, nə İran, nə türk, digər təsirlər olmadı və Azərbaycan musiqisini də, Azərbaycan musiqisinin milli dilini də həmişə bir sipər kimi, bir zireh kimi qorudu və Əhmədxan Başkanovun o ənənələri əlbəttə övladlarının gözünün qarşısında baş verirdi, tələbələrinin, şagirdlərinin gözünün qarşısında baş verirdi və bunların hamısı dərs idi. Tofiq Başkanov bu dərsləri ağlarla bölür. Bu dərsləri görə yetişib, ona görə də 95 yaşında da cavandır. Mən bunu belə məcazi mənada demirəm. Tofiq Başkanov bugün də yaratma arzusu ilə, hansısa bu yaxınlarda bir kitabı çıxacaq. Hər gün 5 dəfə nəşriyyata zəng edib, 3 dəfə mənə zəng edib, onunla əlaqədar insanlara həvəslə doludur, enerji ilə doludur, sabaha inanla doludur. Demək, cavandır. Cavan o adama deyirlər ki, məhz o güclü olur, enerji olur, sabaha köklənmiş olur. 20 yaşında, 30 yaşında bir adam olar artıq sustalığı vardır, sabah haqqında düşünmür, arzuları yoxdur, canatmaları yoxdur. O artıq elə 20 yaşında, 30 yaşında qocadır. Amma Tofiq Başkanov 95 yaşında da cavandır. Hələ yüzündə də cavan olacaq inşallah. 2025-ci ilin dekabrıdır. Tofiq Başkanov əyləşib orada. Bizim yaşlı bir musiqiçi. 1947-ci il sentyabr ayının 27-si idi. Tofiq Başkanov səhnədə idi, opera teatrında Nizami Gəncəvinin 800 illik yubileyi keçirilir. Əslində o yubileyi keçirilməli 1941-ci ildə. Lakin araya müharibə düşdü, 2-ci Dünya müharibəsi getirdi, Azərbaycanın da daxil olduğu Sovet İttifaqı da o müharibəyə qatılmış. Ona görə o yubileyi biraz sonraya saxladılar və 1947-ci ildə keçirilirdi. Və elan olunanlardan, səhnəyə çıxanlardan biri də musiqi məktəbinin şagirdi, artıq o məktəbi bitirməkdə olan Tofiq Başkanov idi, skripkada bir Avstriya bəstəkarının əsərini çaldı. Sonralar özü mənə bunu söyləyirdi, etiraf edirdi ki, deyir, mən çaldım, təbii ki, mənim qohumumdan, əqrabamdan, bilavasitə mənə dərs deyən müəllimlərdən də neçəsi orada əyləşmişdi. Deyir, ancaq mən gözüm onları axtarmadı, gözüm Üzeyir bəyi axtarır ki, onun sifətinə baxın, görüm mənim bu çaldığıma necə onun münasibəti. Baxdım, gördüm ki, Üzeyir bəy gülümsəyir, çox xoşbəxt oldu. Və bundan bir neçə gün sonra artıq sənədlərini gətirib, o zaman konservatoriya adlanan indiki musiqi akademiyasında təqdim edəndə həmin o gülümsəməyin bəhrəsi ondan ibarət olur ki, Tofiq Başkanovu konservatoriyaya imkansız qəbul edirlər. Çünki artıq onu ailədən tanıyırdı, bələd idi, hansı ailənin içərisindən çıxıb, hansı səviyyətlə görürdü ki, artıq yetişmiş, böyük uçuşlara hazır olan bir gəncdir. Və Tofiq Başkanov xoşbəxt talibli insan oldu. Həmişə, ömrünün bütün 10 illərində. Ona görə ki, yolunun başlanğıcında Üzeyir bəy dayanır, yolunun başlanğıcında Üzeyir bəy dayanır, Əhməd Başkanov dayanır arası və o dövrün böyük musiqiçilərdə evlərinə gəlib gedirdilər, hər gün bir yerdəyirlər. Onların evində bir musiqi məclisi kimi idi. Xoşbəxtdir, ona görə ki, onun müəllimi bəstəçilikdə Qara Qarayev kimi bir nəhəng olur. İçərisində milli musiqiyə dərin köklərlə bağlılıq, digər tərəfdən Qara Qarayev kimi çağdaş düşünən insan Azərbaycan musiqisini dünya musiqisi ilə ayaqlaşdırmağa və ondan da üstün eləməyə köklənmiş bir şəxsiyyətdir. Və bu həm şərq, həm qərb vəhdəti, onların üzvü qovuşması Tofiq Başkanovu məhz bu cür bəstəkara çevirdi. Bizim başqa bəstəkarlarımız da simfonik muğamlar yazdılar.
5 simfonik muğamı da Tofiq Bakıxanov bəstələyib. 8 simfoniyası var, digər bölgə əsərləri, operettası, baletləri, prelüdləri, sonataları, digər əsərlər. Hamısı bunlar Azərbaycan musiqisini zənginləşdirən, böyük bir ömrü dolduran əsərlərdir. Ancaq onun simfonik muğamlarını araşdıranda, onların daxilinə nüfuz edəndə görürsən ki, bu insanın muğam bilgisi, bu insanın muğama bağlılığı başqalarından daha çoxdur. Muğamı hər kəsdən daha artıq hiss edir. Çünki o muğamı yalnız öyrənməyir. Muğam həm də ona atasıyla, nəsliyle bir qanında, damarında, ilgində varlığından, başlanğıcdan var. Nəfs içərisində bölünür. Və onun xoşbəxtliyinin, bəxtiyarlığının bir cəhəti ondan ibarətdir ki, həyatının müəyyən anlarında elə hadisələr olur ki, başqa bizim bəstəkarların ömründə o cür uğurlar olmayıb. 1939-cu ildə Əfrasiyyət Bədəlbəyli Azərbaycanın ilk baletini yaratdı. Əslində 1939-cu ildən də biraz əvvəl yaranırdı, 1940-cı ildə səhliyə gəldi. Amma tarix üçün elə bilməniz üçün deyirəm ki, mən vaxtıyla bizim böyük Müslüm Maqumayevin bu böyük bizim musiqi məhəbbəti ki, onun adını daşıyır, yaradıcılığını, arxivini, onun məktublarını, gündəliklərini araşdırmışam. Hələ 20-ci illərdə o Dəli Muxtar adında bir oper, balet üzərində işləyirdi Müslüm Maqumayev və onun müəyyən fragmentləri, əlyazmaları da olub. Amma bundan əlavə, həm də o dövrün 20-ci illərin mətbuatında Müslüm Maqumayevin Dəli Muxtar baletini yazması haqqında soraqlar var, qeydlər var. Amma bunlar baş tutmamış ideyalar idi. 39-cu ildə Əfrasiyyət Bədəlbəyli baleti yaratdı və sonra da Azərbaycan baletinin qısa bir zaman içərisində Azərbaycanın ümumiyyətlə xüsusiyyətidir ki, qısa zaman kəsiklərində başqa ölkələrin, başqa xalqların əsri, əsrə, iki əsrə, üç əsrə qət elədiyi məsafəni qət edir. 1940-cı il Azərbaycanın ilk baletinin səhnəyə çıxmasından, amma üstündən 20-25 il, 30 il keçəndən sonra Azərbaycanın dünya səhnələrini fəth edilmiş baletləri var. Azərbaycanın 7 gözəli var, Azərbaycanın Qırmızı Yollardası var, Azərbaycanın Məhəbbət Əfsanəsi var, Azərbaycanın Gülşən baleti var, Şifrə baleti var, digər baletlərimiz. Bunlar hamısı dünya səviyyədə əsərlərdir. Və Tofiq Bakıxanov da günlərin birində elə müəllimi Qara Qarayev simfoniyalarından birini dinləyəndə deyir ki, burada bir balet havası mən hiss edirəm, sən bir balet musiqisində də meyl elə və Allahdan böyük senarisi yoxdur. Allah senarini yazır. Özbəkistandan nümayəndə heyəti gəlirmiş, ədəbiyyat incəsində 10 günlük keçirilir burada. Qara Qarayevdə Moskvada imiş bəstəkarlar ittifaqına o dövrdə Qara Qarayev olmadığı vaxtlarda tapşırılmış, Tofiq Quliyev rəhbərlik edilmiş, işlər aparılmış. Tofiq müəllim deyir ki, mənim işlərim çoxdur, bu qonaqları neft daşlarına aparmaq lazımdır. Sən onları müşahidə edə Tofiq. Tofiq Bakıxanov qoşulur bu Özbəkistandan gələn nümayəndələrə, gedirlər, neft daşlarını görür, heyran qalır, ilk dəfə belə yaxından təmasda görür. Və qaydandan sonra içərisində bir arzu yaranır ki, qəhrəmanlığı mütləq musiqiyə döndərmək lazımdır və müəllimi də deyir ki, balet yazmaq lazımdır və baleti başlayıb yazmağa Xəzər Bağlardası baletini. Və burada yeri gəlmişkən bir şey demək lazımdır. Neft Azərbaycan tarixindən, Azərbaycan talihindən 19-cu yüzün sonlarından etibarən 20-ci əsr boyu keçir və biz hansı səmtə üz tuturubsa, iqtisadiyyatımız öz yerində, bizim mənəvi həyatımızda da neft mütləq görünür. 1895-ci ildə dünya kinosu yaranır. Ondan 3 il sonra Azərbaycan kinosu yaranır. Dünya üçün böyük bir hadisədir, millət üçün böyük bir hadisədir və səbəb də neftdir. Çünki o neft Bakısı olmasaydı, sənayeləşmə olmasaydı, bura böyük bir xaricdən də təmsilçilər gəlməsəydi, kino işi bilən insanlar da olmasaydı, bir mişon vardı, gəlmişdi, o çəkmişdi. Balıqhanıda neft kantanı, neftdən bağlıdır. Ən birinci filmimiz dünya kinosu yaranandan 3 il sonra ortaya çıxır, 1898-ci ildə. Amma sonra filmlər yaranır bizdə. Arzu Quliyevin Qaradaşları var, Həsən Seyidbəyinin Möcüzələr Adası filmi var, Hüseynin Abşeron romanı, yaxud Lətif Səfərovun Qəxtiyar filmi, orada da qəhrəman neftçidir. Və bu neftçi obrazı bizim rəssamlığımızda da, heykəltaraşlığımızda da var, bu uzun bir mövzudur, hər kəsin istərsiniz düşüncənizdə canlandı. Və 1966-cı ildə Tofiq Bakıxanov bu baleti yazır, Xəzər Bağlardası baletini yazır. Mənim unudulmaz dostum, uqadı həm də qohumuz Yavuş Məmmədzadə, çox gözəl şair idi, tərcüm idi, həm Türkçə, həm Azərbaycanca şeirlər yazan nadir bir adam idi. Libretdən o yazır və Xəzər Bağlardası yaranır. Allahın qurduğu senari deyirəm, nədir? 1969-cu ilin başlanğıcında Parisdən bir nümayəndə heyəti gəlir. Parisdə elə həmin ilin sonunda 7-ci Beynəlxalq Xoreografiya Festivali keçirilməliymiş.
Gəliblər müxtəlif milli respublikalardan baletlər aparmağa ki, o festival gedişində orada nümayiş etdirməyə. Müxtəlif respublikalarda olublar, amma istədiklərini tapmayıblar, gəliblər Azərbaycana. Gələnlərin içərisində Şanzelize teatrının direktorudur, Monte Carlo baletinin rəhbəridir, Parisdə o xarici musiqi birliklərinin Parisə, Fransaya qastrollarını təşkil edən bir qurumun impresaryosudur. Mötəbər bir heyət axtardılar, qulaq asırlar və bunlara da təsir eləmək mümkündür. Qulaq asır, bəyənirsə, lazım bilirsə götürür. Ona görə digər respublikaların hamısından keçiblər, gəliblər Azərbaycana və Tofiq Başxanovun Xəzər Balladasını işlən kimi əllərini qoydular üstünə, biz bunu aparacağıq. Və onu və daha iki belə təcrübəcə balaca olan baleti götürürlər və ilk dəfə 1969-cu ilin 1 dekabrında bu əsər Parisdə nümayiş etdirilir və çox böyük uğurla qarşılanır. Gənc bir insan əsəri baleti ilk dəfə Parisdə nümayiş etdirilir və o dövrdə bir Azərbaycanlının əsərinin xaricdə çalınması, bir sənətkarın, Azərbaycanlı sənətkarın hansısa bir Avropa, dünya səhnəsindən səslənməsi, görünməsi sadəcə mədəniyyət hadisəsi deyildir, siyasət hadisəsi. Biz qapalı bir rejimin içərisindəyik və əsər səslənirdirsə, müğənni oxuyurdusa, bəstəkarın ifası əsəri təqdim olunurdusa insanlara, bilinir bu Azərbaycanlı da Azərbaycan orada görünürdü, Azərbaycanı qaldırırdılar və 35 gün davam edir o qastrollar Azərbaycanlılar. 35 gün davam edən o qastrolda Xəzər Balladası 30 dəfə nümayiş etdirilir. Fransanın müxtəlif şəhərlərində nümayiş etdirilir, Lüksemburgda göstərilir, Monte Carlo'da göstərilir və bu Avropanı fəth eləmək deməkdir. Bir cavan bəstəkar üçün bu həddindən artıq ağlasılmaz, fantastik bir uğur idi və Tofiq Başxanova talih belə bir şöhrətə qismət elədi. Və digər tərəfdən bu əsər həm də pəncərə açır. Ardınca Azərbaycanın artıq üstündən bir müddət keçəndən sonra Maestro Niyazinin rəhbərliyi altında Böyük Azərbaycan nümayəndə heyəti gedir. Azərbaycanın Fransaya, Avropaya yolu açılır və bu yeniləşmənin bizim sabah artıq reallığa çevriləcək üstündən 10 illər keçəndən sonra müstəqilliyimizə doğru aparan addım-addım yollarıdır. Tofiq Başxanov Abbasqulu Bakıxanov nəslinin davamçısıdır. Və Abbasqulu Bakıxanov elə bir insandır ki, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti gərək ona həmişə borçlu olar. Çünki o zəngindən zəngin bir iz qoyub yadlayır. Və Tofiq Bakıxanovun həm o soyadı daşıyan insan kimi, həm də bütövlükdə millətini sevən, yurdunu sevən bir bəstəkar kimi əsas xidmətlərindən biri ondan ibarətdir ki, heç vaxt Abbasqulu Bakıxanova bu qərib münasibət bəslənilməsinə, biganə münasibət bəslənilməsinə dözdür. Çalışıb ki, Abbasqulu Bakıxanovun adı dildə olsun, Abbasqulu Bakıxanovun xatirəsi millətin içərisində yaşasın və Abbasqulu Bakıxanov yalnız keçmişin adamı ki, yox, həm də bugünün çağdaş dövrün insanı kimi müasirlərimizlə bir yer olsun. Ona görə Abbasqulu Bakıxanovun neçə şeirinə musiqilər bəstələyib, Azərbaycan ifaçılarının, müğənnilərinin, ən müxtəlif nəsillərinin istedadlı təmsilçiləri onları ifa ediblər və Tofiq Başxanovun bütün o digər ciddi əsərləri ilə, simfonik əsərləri ilə yanaşı 100-dən artıq mahnısı var ki, onların hamısı da bizim Azərbaycanın bütöv mahnı xəzinəsində özünə məxsus yer tutan çox qiymətli əsərlərdir. Tofiq Başxanov Üzeyir bəyin adını, xatirəsini daim yaradıcılığında, düşüncəsində yaşanan bir insandır və Azərbaycanda Üzeyir bəyin tələbəsi idi, şagirdi idi, onu sevən bir insandır. Amma həm də Üzeyir bəyin adına təsis olunmuş mükafatı 20-ci əsrin ortalarında alan ilk insandır. 2017-ci ildə Elmlər Akademiyasında bir Üzeyir Hacıbəyli mükafatı təsis edilib və Üzeyir Hacıbəyli mükafatının ilk 7 laureatı elan olunur. Təbii ki, elan olunandan bir müddət sonra artıq o döş nişanları hazır olacaqda təqdim edəcəkdir. Hər dəfə, həftədə bir 3 dəfə Tofiq Bakıxanov mənə zəng edirdi ki, bir maraqlan o akademiyada. O döş nişanlara hazır oldu, onu təqdimat açan keçiriləcək. Axırı dözmədim, dedi Tofiq müəllim, siz ömrünüz boyu görün nə qədər mükafatlar almışsınız, nə qədər təltifləriniz var, Azərbaycanın ən ali təltiflərinə layiq gördünüzsünüz. Bu bir döş nişanında bir simvolik bir şey dediyi olur. Bu onların hamısından üstündür. Çünki bu Üzeyir bəyin adı ilə bağlı, Üzeyir bəyin xatirəsi ilə bağlı. Və o böyük insanlardan aldığı dərslər həmişə Tofiq Bakıxanovun vaxtı ilə bəstəkarlığı öz yerində bizim musiqi nəşriyyatı var. Musiqi nəşriyyatı Azərbaycanda çox vacib bir
Qurumov zamanında Xurşid Qacarov bizim çox gözəl müğənnimiz, opera müğənnisi, musiqi təşkilatçısı. O nəşriyyatı yaradıb, ona rəhbərlik edib və zamanında 1930-40-cı illərdə qiymətli əsərlər çıxıb orada. Musiqi nəşriyyatına bir müddət Tofiq Bakıxanov rəhbərlik elədi. Rəhbərlik elədiyi müddətdə də ən belə imkan olmayan yerlərdən də, ən dar macalda da Azərbaycan bəstəkarlarının əsərlərinin ardıcıl şəkildə nəşr edilməsinə nail oldu. Biləsiniz ki, o Sovet dönəmində 60-cı, 70-ci illərdə, hətta 80-ci illərdə bu kitab nəşri işi, xüsusən nov nəşri işi həddindən artıq müşkil bir məsələ idi. Və o dövrdə Tofiq Bakıxanov özünün qətiyyəti ilə, ardıcılığı ilə bu işlərin gerçəkləşməsinə nail olurdu və onun dövründə yaranmış not əsərləri elə bir kitabxana dolduracaq qədər zəngindir. Yəni, bu insan hansı səmtə üst tutubsa, hansı sahədə çalışırsa, mütləq fayda verir. Çünki dərs, ibrət kökdən gəlir, nəsildən gəlir ki, sən bu millət üçün faydalı olmalısan, bu millət üçün yaşamalısan gecə gündüz. Tofiq Bakıxanov gəlib, yetişib 95 yaşına və 95 yaşına da arzu ilə, ümidlə, gələcəyə inanla gəlir və mən inanıram ki, gün gələcək, siz ikiqat tarix insanlar olacaqsınız, o 100 illiyi də burada qeyd edəcəyik bir yerdə Tofiq müəllimin iştirakı ilə, onun yeni əsəri ilə. Və mən özümü də çox xoşbəxt bir insan sayıram ki, çox tez-tez tarixlə görüşmə imkanım var. Çox tez-tez tarixin yanında dayana bilirəm. Gedirəm, otururam Tofiq müəllimlə %100 danışır və Allahın bu millətə bir digər hədiyyəsi, digər ərmağanı ondan ibarətdir ki, 95 yaşında da 20-25 yaşında insanlarda olmayan hafıza var Tofiq müəllimdə. 30-cu illərin hadisələrini, 30-cu illərin şəxsiyyətlərini, 30-cu illərin qəzetlərində getmiş məqalənin sərlövhəsindən hər şey xatirindədir, yanındadır və bizim körpülərə həmişə ehtiyacımız var. Körpülərə həm yaddaş mənasındakı keçmişimizdə tanıdır, körpülərə bizim həm də ehtiyacımız var ki, mənəviyyat körpülərini bizə dərs verir. Biz necə millət olaq, biz necə xalq olaq, biz gələcəyə necə inanmalıyıq deyə bilək. Və ona görə də mən Tofiq müəllimə bu əziz gündə arzu edirəm ki, ən əvvəl təşəkkür edirəm. Minnətlarımı bildirirəm öz adımdan, millətim adımdan ki, bu 95 illik bir ömür ki, bunun 70 ildən çoxunu millətin sənətinə böyük sənət olur. Sadəcə musiqidə yox, 70 ildən artıq bir müddətdə böyük sənətin içərisində olur. Təxminən, hətta 80 də deyə bilərik. 15-16 yaşından artıq boşluq bu böyük sənətə və faydalarını verməkdə davam edir. Bunca bir böyük yol bizə arxada qalan müddətdə heç kimə nəsib olmuyor. Əlbəttə, mən arzu edirəm, gələcəkdə olsun. Ancaq Tofiq Bakıxanov, ikinci Tofiq Bakıxanov olmaq mümkün deyil artıq. O biografiyanı dolduran insanlar var, adlar var, surətlər var. Onların hamısının işığı bugün Tofiq Bakıxanovun şöhrəsindədir və mən arzu edirəm ki, hələ çox illər boyu o işıq Tofiq Bakıxanovla və millətimizlə qalsın. Çıxış edir Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev. Naxçıvan Simfoniyası, 3-cü hissə, Cəmil.
İsa Həbibbəylinindir. İlk ifa, solist Səbinə Əlizadə. Sözləri İsa Həbibbəylinindir. Solist Gülnaz İsmailova.
dirijor Elman Əliyev, solist Talıl İskəndərli. Səhnəyə Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov dəvət olunur. Hörmətli xanımlar və cənablar, əziz Tofiq Başmanovun işığına toplanmış insanlar, icazə verin Tofiq müəllimə ünvanladığımız ürək sözlərimizi oxuyun. Azərbaycan Respublikasının xalq artisti, görkəmli bəstəkar, professor Tofiq Başmanov. Çox hörmətli Tofiq müəllim, sizi 95 illik yubileyiniz münasibəti ilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi adından və şəxsən öz adından ürəkdən təbrik edir. İlk növbədə möhkəm can sağlığı, yeni yaradıcı uğurlar arzulayıram. Sevindirici haldır ki, siz uzun illər həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin və birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı işığında fəaliyyət göstərmişsiniz. Bu gün də yazıb yaradan görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xalini, şöhrət və şərəf ordenli professor kimi anadan olmağımızın 95, yaradıcılıq fəaliyyətimizin isə 75 illiyini ölkəmizin böyük mədəniyyət ocağında
sizi sevənlərlə birlikdə qeyd edirsiniz. Siz həm də sənətkarlığın kamillik zirvəsində olan əsərlərinizlə Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş bəstəkar, mahir ifasılıq imkanlarına malik skripkaçı, milli musiqi kadrlarının yetişməsində əməli olan əsl pedaqoq, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi publisistik məqalələrin müəllifi və milli musiqimizi ölkəmizdən kənarda geniş təbliğ edən fəal ictimai xadim kimi tanınmışsınız. Sizin yaradıcılıq yolunuz tanınmış ziyalı kimi xalqa, dövlətə sədaqət, ifaçı kimi sənətə fədakarlıqla bağlı təkrarsız əsərləriniz olan musiqili komediyalar, baletlər, simfoniya və simfonik poemalar, simfonik muğamlar, mahnı və romanslar isə Azərbaycan musiqi mədəniyyətini zənginləşdirən qiymətli sənət nümunələridir. Bir daha yubileyiniz münasibəti ilə səmimi qəlbdən sizi təbrik edir, sizə uzun ömür, can sağlığı arzu edirəm. Hörmətlə daimi nümayəndəşəsindən Bəhbir Açıyor. Səbr ilə sözləri Abbasqulu Ağabakıxanoğlu'ndur. Solist Şahnaz Əliyeva. Üzülür, üzülür sen
Nurlu Naxçıvan, sözləri İftixar Biriyev'indir. Solist Fikrət Məmmədov. Yadıma düştü. Sözleri Mikail Müşfiqindir. Solist Cavit Hüseynli.
Min bir kelam, sözleri İttifak Mirzəbəylinindir. Solist Ruzə İbişova. Gözəlliklər məskəni, sözləri Tofiq Mütəllibovundur. Solist Almaz Orucova.
sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti, musiqişünas Günay Məmmədovanı dəvət edirik. Axşamınız xeyir olsun, hörmətli qonaqlar, əziz dostlar. Bugün işığına toplaşdığımız 95 illik yubileyini qeyd etdiyimiz Azərbaycanın görkəmli bəstəkarı Tofiq Bakıxanov, Azərbaycan musiqisinin səmasında doğan parlaq bir ulduz kimi ömrünü musiqinin sehrinə, səslərin ahənginə çevirmişdir. Və elə təsadüfi deyil ki, Tofiq Bakıxanovu xan nəslinin xan bəstəkarı adlandırır. Akademik Utaqdadır. Bu həqiqətən də belədir. Mən Tofiq Bakıxanov haqqında biz hər birimiz bilirik ki, çox geniş saatlarla çıxış etmək olar. Çünki Tofiq Bakıxanov yaradıcılığı o qədər geniş bir dəryadır ki, musiqinin bütün janrlarında, operadan başqa bütün janrlarında əsərlər yazmışdır və onun təkcə yaradıcılığı yox, elə yüksək insani keyfiyyətləri barəsində də saatlarla danışmaq olar. Ancaq siz əziz tamaşaçılarımızı yormaq istəmirəm mən, çünki tədbirin başlanğıcında akademik Rafael Hüseynov o qədər gözəl bir söylədi ki, Tofiq müəllim haqqında daha onun üstünə söz deməyə elə bilirəm mən lazım deyil. Ancaq xüsusilə vurgulamaq istəyirəm, Naxçıvan Dövlət Universitetinin təmsilçisi olaraq buradayam. Bəlkə də zalda əyləşənlərin bir çox üçün maraqlı olur ki, nəyə görə Naxçıvan? Çünki Tofiq müəllim Bakıxanov artıq demək olar ki, yaradıcılığın son dövrlərində Naxçıvanla çox sıx əlaqələrdə olmuşdur. Həm özü dəfələrlə Naxçıvanda olmuşdur. Onun ilk dəfə Naxçıvana səfəri Abbasqulu Bakıxanovun 220 illik yubileyi zamanı dəvət gəlmişdi və ondan sonra Naxçıvanı ulu və qədim diyar adlandıran Tofiq müəllim özü qeyd edir ki, Naxçıvana hər dəfə düşdüyümdə mən özümü burada parklaşmış, təmizlənmiş hesab edirəm. Çox sevirəm bu diyarı Tofiq müəllim deyil. Və biz Naxçıvanlılar da əslində Tofiq müəllimi çox sevirik. Həm onun yaradıcılığını, əsərlərini, həm də elə şəxsiyyətini. Bəstəkarın yubileyləri Naxçıvanda xüsusi təntənə ilə qeyd edilir. Belə ki, 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə Tofiq müəllimdə öz iştirakı ilə Naxçıvanda keçirilmişdir. Və biz 90 illik yubileyini keçirəndə arzu etmişdik ki, 95 illiyində inşallah özü də iştirakı ilə Naxçıvanda keçirək. Və bəstəkar bütün, belə deyək, dünya və Azərbaycan bəstəkarları kimi dünyanın bir çox ölkələrinə səyahətdən sonra oradan aldığı təəssüratları öz əsərlərində əks etdirir. Elə Naxçıvana da hər səfərindən sonra gözəl bir musiqi ilə, əsər ilə bizlərə töhfə verir. Elə tədbirin başından bəri də səslənən mahnılar bunun bariz nümunəsidir. Mən Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, əməkdaşları, ümumiyyətlə Naxçıvan musiqi ictimaiyyəti adına Tofiq müəllimə qucaq dolusu salamlar və təbriklər gətirmişəm. Və indi icazənizlə Naxçıvan Dövlət Universitetinin rektoru cənab Elbrus İsayevin hörmətli bəstəkarımıza ünvanladığı təbrik məktubunu sizlər üçün oxumaq istəyirəm. Naxçıvan Dövlət Universitetinin fəxri doktoru Professor Tofiq Bakıxanov. Hörmətli Tofiq müəllim, sizi 95 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizin zəngin yaradıcılıq irsiniz, milli musiqi mədəniyyətinin qorunması və təbliği istiqamətində apardığınız səmərəli fəaliyyət, həmçinin bəstəkarlıq məktəbinin inkişafına verdiyiniz töhfələr Azərbaycan ictimaiyyətinin dərin rəğbətini qazanmışdır. Sizin elmi nəzəri araşdırmalarınız və yüksək peşəkarlığa əsaslanan sənət yolunuz musiqi ictimaiyyəti və gənc mütəxəssislər üçün nümunəvi məktəbdir. Naxçıvan Dövlət Universiteti sizin adınız elmi və yaradıcılıq düşüncənin, yüksək peşəkarlığın və intellektual zənginliyinin rəmzidir. Universitetimizin fəxri doktoru kimi sizin fəaliyyətiniz tələbə və müəllimləriniz üçün böyük nümunə, milli musiqi mədəniyyətimizin inkişafına göstərdiyiniz xidmətlər isə gənc tədqiqatçılar üçün ilham mənbəyidir. Bu əlamətdə yubiley günündə sizə möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzu edirik. Hörmətlə Elbrus İsayev. Silməyin boy
sevməsin. Sözləri Süleyman Rüstəmindir. Solist Nuriyə Hüseynova. Yaylalarım, sözleri Tevfik Mütəllibov'du. Geçer sen yaralar
solist Fəxri Kazımlıcan. Bu gece ayrı gecedir, soğuktur neşe neşedir. Bu gece ayrı gecedir, soğuktur neşe neşedir. Birinin körperi, birinin ağ bir şeyini. Birinin körperi, birinin ağ bir şeyini. Ulusal barışa, nevlere yarışa, ulusal barışa, nevlere yarışa. Sabahın yolu elinden soğuşa, bu gece bu gece. Sabahın yolu elinden soğuşa, bu gece bu gece. Bir uçur bu gece, gülse bağcı bu gece. Bir uçur bu gece, gülse bağcı bu gece. Dünyanın beşiği, birinin tacı bu gece. Dünyanın beşiği, birinin tacı bu gece. Ulusal barışa, nevlere yarışa, ulusal barışa, nevlere yarışa. Sabahın yolu elinden soğuşa, bu gece bu gece. Sabahın yolu elinden soğuşa, bu gece bu gece. Bu gece bu gece. Bu gece bu gece. Dünya vurdukça yaşar. Sözleri Nizami Zöhrəvundur. Sen
Seninle bağlıdır bəxtiyarlığım. Sözləri Abbasqulu Ağabaki xan vurdu. Salim Leyla Dadaşova.
Seven Könül, sözleri Süleyman Rüstəmindir. Göçermiş gülleri,
sözleri Tofiq Mütəllibovundur. Dirijor Ağaverdi Paşayev, solist Rəvanə Qurbanova. Sözləri Tofiq Mütəllibovundur. Solist Fəxri Kazımlı